Salamünaleyküm, əziz və dəyərli dostlar, qohumlar və dəyərli izləyicilər. Bildiyiniz kimi mən bir neçə il bundan öncə 4 il müddətinə video blogeri olaraq fəaliyyət göstərmişəm. Sosial şəbəkələrdə, Savrovad mediasında gözəl, mədəni və maarifləndirici video çəkilişləri eləmişəm. Son zamanlar o çəkilişlərə biraz ara vermişəm. İndi məni rayonda, kətdə, ümumiyyətlə mağazində, zapravkada görənlər sual verir ki, sən nə oldu blogeri eləmirsən, səbəb nədir? Bəlkə sənə hardansa təzyiqlər olunur, bəlkə sənə hardansa qadağalar olunur. Xeyr, əsla belə deyil. Sadəcə olaraq bunu bu videoyla sizin nəzərinizə çatdırmaq istəyirəm ki, mənim ailəm böyük bir ailədir, kreditlərim var, borcum, xərcim var, maddi təminatım yetərincə olmadığı üçün mən blogerinə əlavə digər bir sahə ilə də məşğulam. Yaz sezonu ilə əlaqədar mən sizə bu videonu göstərmək istəyirəm. Burada ot biçənimdir, təsərrüfat işləri. Kimlərin həyətində, bağında gedirəm, ot biçirəm, təmizləyirəm. Bu da mənim matapillamdır, odun doğrayanımdır. Gedirəm kimlərinsə bağında, bağçasında yanmış ağaclar varsa onları qırıram, təmizləyirəm. Yəni mən bu işlə, bu gördüyüm işlərlə fəxr edirəm və nəzərinizə o çatdırıram ki, mən bir video blogeri olaraq hər zaman çalışıram ki, mədəni və maarifləndirici videolar çəkim və bir daha da mədəni, maarifləndirici video çəkilişlər istəyən olsa, mənim web ünvanlarına müraciət eləsin və mənim əlaqə telefonlarımla da əlaqə saxlasınlar. Sağ olun, var olun.